Yeni bir onlayn qazanc videomuzda hər birinizi xoş gördük gənclər. Bugün sizə Telegramdan pul qazanmağı göstərəcəm. Bildiyimiz kimi son vaxtlar bizim istifadə etdiyimiz saytları, mining saytı olar və yaxud anket saytı, tapşırıq saytı. Bunların bir çoxunu qoşublar Telegrama. Artıq biz Telegram botlarından giriş eləyib pul qazanırıq. Yəni bildiyimiz saytdır. Sadəcə Telegram botuna aktiv eləyiblər. Bu saytın pul qazandırma prinsipi miningdir. Yatırım edirsiniz, bunun qarşılığında sizə gündəlik pul verirlər. Yəni bunların hər birindən bəhs edəcəm videomuzun daxilində. Saytda necə istifadə etmək lazımdır və yaxud buradan necə pul qazanırlar, hara çıxarış olunur. Bunların hər birini deyərəm. İstəsəz gəlib yoxlaya bilərsiniz. Saytın da linki var videonun altında. Həmin linkdən giriş edə bilərsiniz. Təbii ki, ən birinci sizə mən onu deyim. Hər videomuzda bunu bildirirəm. Mining saytlarında fərqi yoxdur. Telegram botu, sayt, hər hansı bir onlayn proqram. Əgər bunlarda yatırım varsa, deməli risk var. Yəni nə demək istəyirəm? Ola bilər siz bu cür sistemlərə pul qoyarsınız, 5-6 ay daimi istifadə edirsiniz. Yəni məsələn 100 dollar yatırım edib 1 il boyunca buradan pul qazanarsınız. Ola bilər tam tərsi. Yatırım edirsiniz, bir gün sonra sayt bağlanar. Belə şeyləri nəzərə alın, ondan sonra istifadə edin bu tip saytları. Deməli, linkdən bota giriş elədiniz. Start deyəndən sonra belə bir ana səhifə qarşılayır sizi. Burada indi bu mənim məsələn profilimdir. Burada necə pul qazanırıq? Bu haqda məlumatlardır. Burada pul qazandırma prinsipləridir. Və gəlin buradan başlayaq. Deməli deyir ki, yatırımsız da pul qazanmaq mümkündür. Yatırımsız necə? Sizə gündəlik baxın, burada deyir ki, 59 sent pul verir. Hardasa neçə gün boyunca gedir bu? Təxminən 60 gün boyunca. 60 gün boyunca sizə gündəlik pul verir. Buradan çıxaq. Yatırımsız var, amma azdır deyə biz ona çox baxmırıq. Çünki limitə çatmaq çətin olur yatırımsız pul qazanıb. Amma əgər siz yatırım eləsəz, gündəlik 2 dollar, 6 dollar, 17 dollar bu qazancları əldə edə bilirsiniz. Paketlərin də dəyəri burada var. İndi bunları da mən göstərəcəm sizə. Misal üçün, 10 dollar yatırım eləsəz, yəni baxın bu birinci paketi alsaz 10 dollar yatırım eləyib. Sizin gündəlik qazancınız olur 2 dollar 11 sent. Və yaxud 24 dollar yatırım eləyib bunu alsaz, sizin gündəlik qazancınız olur 6 dollar 21 sent. Belə başa düşmək olar ki, bizim yatırım elədiyimiz məbləğ 4-5 gün ərzində geri çıxır. Artıq 4-5 gündən sonra nə qazansaq bizim xeyrimizədir bu saytda. Məncə məntiqi başa düşə bildik. Bundan başqa hal-hazırda məndə olan 62 dollar yatırım eləyən zaman gündəlik bizə 17 sent 17 dollar verir və bizim qazancımız bizim pulla hesablasaq da təxminən 30 manata yaxın bir şey olur. İndi düzdür, paketin dəyəri artdıqca, yəni yatırım miqdarı artdıqca bizə verdiyi pul da artır, amma buna çox şirinlikləşməyin. Yəni da gəlib bura məsələn 7-ci, 8-ci paketi alıb 1000 dollar, 2000 dollar, 5000 dollar yatırım eləməyin. Hər zaman deyirəm, mining saytlarına 50 dollar, 100 dollar normaldır. Dama durub 2000-3000 vurmaq biraz daha çox riskli olur. Qazancı bildik. Bəs yaxşı, bunlardan necə istifadə etmək lazımdır? Burada biz balansımızı artırmalıyıq. Yenidən şarj bölməsində. Gəlirik bura. 5 fərqli üsulla yatırım edə bilirik. Hansını istəsəz. Misal üçün, TRC20 USDT var burada. Sizə verilən buradakı adresə pulu göndərirsiniz. Pulu göndərəndən də sonra, məsələn 20 dollar göndərdiniz. Göndərəndən sonra şarj işləmi tamamlandı. Buradakı göy bölməyə klik eləməlisiniz ki, pul təsdiq olsun, köçsün balansınıza. Və deyir ki, yatırım təxminən 1 dəqiqə ilə 3 dəqiqə ərzində hesabınıza gəlir. Yəni tez bir zamanda çatır hesabınıza. Yatırım elədiniz, pul hesaba gəldi, hər şey qəşəng. Ondan sonra gəlib burada VIP bölməsindən ala bilərsiniz. Pulunuz çatan paket burada aktiv olur. Aktiv olandan da sonra sol altda görəv hissəsi, yəni tapşırıq hissəsi. Gəlirik bura. Burada belə bir tapşırıq kimi bir şey verir bizə. Tamamla sözünə vurub bunu bitirməlisiniz. İndi mən vurdum. Ekranda 5-10 saniyə bir şey fırlanır. Əla, tamamladım.
Mənim gündəlik pulumu verdi. 17 dollar. İndi birazdan göstərəcəm sizə. Bir də mən bunu ala bilərəm. Baxın 19 saat 33 dəqiqədən sonra. Yuxarıda həmişə sizə saatı göstərir ki, nə vaxt sıfırlanır. Yəni bu sıfırlanandan sonra gündəlik pulunuzu ala bilərsiniz. Yəni mənim balansımda var 17 dollar. Pulu da qazanandan sonra mütləq çıxarış eləyin. Yəni pul gəldi, çıxardın. Qoymayın saytda qalsın. Geri çəkilmək deyirəm. Burada ilk dəfə də pul çıxarış eləyirəm deyə bir şifrə yazmalıyam mən. Bir dənə mən bu şifrələrimi kopyalayım. Şifrəmi yazım, onaylayıram. Onaylayandan sonra pul çıxarda bilərəm. Həm B20 kimi mümkündür pul çıxarmaq, həm də TRC20 USDT. Amma TRC20 olanda minimum çıxarış 6 dollardır. B20 olanda minimum çıxarış 2.11. Ona görə bizə B20 lazımdır. Bura gəlirəm, yazıram 17. Para çəkmə adresi gəlirəm, Binance-dan adresimi götürməliyəm, amma əvvəlcə şifrəmi bura mən bir dənə yapışdırım. Para çəkmə adresimizi də Binance-dan götürməliyik. Depozit deyirik. USDT B20. Adresi yapışdırıb onaylayırıq. Vəssalam. Pulu göndərdilər. İndi təxminən burada verdiyi məlumata görə, baxın bu göstərim sizə. Yəni 1 dəqiqə ilə 3 dəqiqə arası pulu bizə göndərirlər. O gələnə kimi mən sizə burada başqa bölmələri izah edeyim. Məsələn, burada bu bizə gələn bildirişlərdir. Burada müştəri dəstəyi var. Telegram kanalı və yaxud müştəri dəstəyi də. Baxın, bu Telegram kanallarda burada sizə müəyyən məlumatları paylaşırlar. Bunlara baxa bilərsiniz. Öz verdiyi məlumatlardır. Bundan başqa müştəri dəstəyi də var ki, siz həmin o müştəri dəstəyini yazıb kömək ala bilərsiniz. Məsələn, şifrənizi unudarsınız və yaxud hər hansı bir problemdə yaza bilərsiniz onlara. Artıq pulumuz da gəlir. Heç 1 dəqiqə çəkmədi, ödəmə eləyirlər. Baxın, 17 dollar köçürmə alırıq. Təsdiq edilir hal-hazırda və təsdiq də oldu. Bu qədər sayıda 1 dəqiqə ərzində pul göndərdilər. Məncə çətin bir şey yoxdur. Ödəmə sübutunu da görmüş olduq.